Sınağımızın video izahına baxaq. 76-cı suala baxırıq. Baxın, A-nın altında dayanan ədəd A-ya, B-nin altında dayanan ədəd B-yə bərabərdir. Yəni A 8-i B 6. Gətirib yerinə qoysam 8 vurulsun 6. Bax, burada bir yerdə yazılmağı onun bir-birinə vurulmağı deməkdir. Çox adam gətirib 86 kimi yazır. Bu səhvdir. Aşağıda 8 çıxılsın 6. 8-i 6-ya vururam 48. 86 çıxıram 2. 48 2-yə böləndə olur 24. Yəni cavab C variantı. Baxaq 77-ci suala. 6 və 4-dən deməli 52 alınıb. Nə edə bilərik? Fikirləşirəm, əgər 6-nın kvadratı üstəgəl 4-ün kvadratı olsa, 6-nın kvadratı 36, üstəgəl 4-ün kvadratı 16, toplayıram 52 eləyir. İkincidə alınırmı? 5-in kvadratı üstəgəl 3-ün kvadratı. 5-in kvadratı 25, üstəgəl 3-ün kvadratı 9, 25 üstə 9, 34. Həmişə üçüncüdə də yoxlayın. Olur ki, 1-də 2-də alınır, cavabda da alınır və bu səhv cavab olmur. Çünki üçüncüdə alınmır. Ona görə mütləq şəkildə bütün hamısında yoxlayırıq. 81 ilə 1 eləyir 82. Onda 7-nin kvadratı 49, 2-nin kvadratı 4, 49 ilə 4-ü toplasaq olur 53. Olar ki, mən işləyəndə nəyə səhv eləyərəm? Mütləq şəkildə yazıb bildirməyi unutmayın. İndi baxıram, normal qaydadan azalır. Azalırsa nə edirik? Baxıram, 24-dən 26 üstünə 2 gələndə artır. 26-dan 13 2-yə böləndə. 13-dən 3 çıxıram. 10, 2-yə bölürəm. Üzr istəyirəm, burada 2-yə bölmürəm. 2 gəlirəm. 2 gəlirəm, 2. 2-yə bölürəm 6. Fikir verin, 2 gəldi, 2-yə böldü, 3 çıxdı. 2 gəldi, 2-yə böldü, bu dəfə 3 çıxmalıdır. 6-dan 3 çıxanda 3 eləyir. Olur A variantı. 79-a baxaq. 6 və 2-dən 6 alınıb necə alına bilər? Fikirləşirəm, əgər 6-nı 2-yə vursam 12 eləyər. 12-dən birinci ədədi çıxıram, yəni 6-nı eləyir 6. İkincidə yoxlayıram, 5-i 5-ə vururam 25, 25-dən birinci ədədi çıxıram, yəni 5-i. 25-dən həqiqətən 5 çıxanda 20 alınır. Burada 18-i vururam 1-ə, çıxıram yenə birinci ədədi, yəni 18-i. 18-i 1-ə vuranda 18, 18 də çıxanda 0 eləyir. Cavab hissəsinə baxsam 8-i 6-ya vururam, çıxıram 8-i. 48 eləyir, 48-dən 8 çıxanda 40 olur C variantı. Baxaq 80-ə. Əsmər verilib və qarşısında şifrələri soruşur ki, sən bura nəyə bərabərdir? Buradan bilirik ki, S nəyə bərabərdir? 3-ə, yazıram 3. Əmiz nəyə bərabərdir? 2-yə, yazıram 2. M-miz oldu 4. R-miz oldu 5. A-mız yoxdur. 3245 ilə başlayan olmalıdır. A variantı və D variantı getir. İndi qaldı 2 variant. 2 variantdan hansı düzgündür? Baxırıq ki, biz Ə hərfimiz 2-yə bərabərdir. Səmrə sözünə sonuncu A daxı, yəni 2 ola bilməz. Amma C variantı sonu 2 ilə bitib. Buna görə C variantı səhvdir, düzgün cavab olur B variantı. Baxaq 81-ci suala. Belə bir cədvəldir. Cədvəl olana nə edirik? Bilirik ki, ən yuxarıdakı və ən soldakı. Yəni 8-in ən yuxarısındakı M-dir, ən sondakı M-dir. Hər ikisi M olduğuna görə hansı iki eyni ədəd toplasaq 8 eləyər? 4-dür. M-lərimiz əgər 4 olsa, əgər M 4-dürsə, indi məsələn baxırıq 11-ə. 11-i almaq üçün ən yuxarısındakı C-dir, ən sondakı isə 4-dür. 4-dən 11, C-dən 11 alınırsa, C-miz onda 7 olur. Çünki 7 isə 4 gələndə 11 eləyir. İndi N-i tapmağa çalışaq. N-in ən yuxarısındakı, 12-nin ən yuxarısındakı N, ən sondakı N. Hansı iki eyni ədədi toplasaq 12 eləyər. Biz bilirik ki 6-dır. N6, N6. İndi yerinə qoyuram. M4, üstə gəl, C-miz 7, çıxılsın N-miz 6. 4-ün isə 7 gəlim 11, 11-dən də 6 çıxanda 5 olur D variantı. 82-yə baxaq. 82-də ədədlər əgər sıranın artırsa qarşı-qarşıya, sıranın artmırsa sadə qraf istiqamətinə baxırıq. Burada baxsaq əslində bu formada artır. Necə alınıb? Prob eləyək. 4-ə 2-yə vururam 8 alınır. 8-i 2-yə vursam 16 alınır. 16-nı bu dəfə 2-yə vururam 32 və yoxlayıram. 32-ni 2-yə vuranda 64 alınır, alınır. 64-ü 2-yə vuranda 128 alınır, alınır. Deməli düz tapmışıq. Və cavabımız olur 32 B variantı. Keçək 80-ə. 7-dən 3-dən 16 alınıb necə alına bilər? Vurulub 5 çıxsaq alınırmı? Alınır. 7-ni 3-ə vururam 21, 5 çıxıram 16. Aşağıda yoxlayıram. 6-nı 2-yə vururam 12, 12-dən 5 çıxanda 7 alınır. 4-ü vururam 5-ə 20, 20-dən də 5 çıxanda 15 alınır. Deməli düz tapmışıq. İndi mötərizə verdiyinə görə bir qaydanı 2 dəfə tətbiq edirik. Birinci 8-dən 2-yə tətbiq edirik. Yəni 8-i 2-yə vurub 5 çıxmalıyım. 8-i 2-yə vururam 16, 16-dan 5 çıxanda 11. Aldığımız bu 11-dən indi 3-ü tətbiq eləməliyik. Yəni 11-i 3-ə vururam 33, 33-dən də 5 çıxanda olur 28. Yəni D variantı. Bu belə. Bunların hər birini işlədik. Keçək sınavımızın davamına. Yəni 84 və 85-ə. Baxaq 84-də ardıcıllıqdır, necə artıbdır? 11, 13, 17, 21, 23, 29, 31. Bizə nə soruşur? Pozan ədədin yerinə hansı ədəd yazılmalıdır? Biz bilirik ki 11 sadəd, 13 sadəd, 17 sadəd, 23, 29, 31. Sadə ədədlər nədir? 1-ə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Amma 21 həm 3-ə bölünür, həm 7-yə bölünür, həm 21-ə bölünür, həm də 1-ə bölünür. Deməli, burada 1 yazılmalıdır. Yəni 21 sadə deyil. Deməli, qaydanı pozan 21 eymiş. Baxırıq 85-ə. Bu aşkar operatorlar gedir. Yəni A-nın altında dayanan A-ya, B-nin altında dayanan ədəd də B-yə bərabərdir. Yəni A-mız 8-dir, B-miz isə 3-dür. Gətirib yerinə qoyuram. A-nın kvadratı, yəni 8-in kvadratı, üstə gəl 2 vurulsun, B-miz də 3-dür. Bərabər 8-in kvadratı 64, üstə gəl 2-ni 3-ə vuranda 6. 64-ün 6, 70. Bu tərəfə yazılmır nədənsə, 70 burada olur. Olur D variantı. Belə. Yəni sınaqlar istəyirsinizsə yazarsınız, mən də sınaq paylaşaram. Video izah istəsəniz belə video izah çəkib paylaşaram. Bu qədər. Sağ olun.